Salam qızlar, bugün sizlə aldığım kiçik məhsulları paylaşmaq istəyirəm. Birinci növbədə bu salfetləri göstərmək istəyirəm, hansı ki, Temudan mini çantalar almışdım. Bu salfetləri ona görə almışam ki, istifadə edeyim. Həm də hal-hazırda da birini istifadə eləmişəm, çox məmnun qalmışam. Ona görə 4 dənə almışdım. Bu sabunu almışdım. Bu sabunun başqa bir versiyasını almışdım, hansı ki, həm antiseptik olan, həm də üzü qurutmayan bir məhsul idi. Ancaq onun korobkasını atmışam deyə onu hal-hazırda sizə göstərə bilməyəcəm. Onun yerinə belə bir üz dərisini ağartmaq üçün istifadə olunan sabundur. Bunu göstərim sizə. Belə bir içində pasportu da var. Sabuna niyə pasport qoyurlar, onu tam da aydın deyil. Belə bir sabundur. Bu üzü çox böyük olmayanlar üçündür əslində. Yəni böyük eynək alırsınız, üzünüzə çox böyük görsənir. Yəni belə bir şeylər ala bilərsiniz. Yanında da istifadəyə yararlı olan belə bir şüşələrini silmək üçün məhlul almışam. Yəni istifadə elədim, əslində yaxşıdır, xoşuma gəldi. Belə də bir dəsmalı var. Yəni çox kompakt məhsuldur. Çantama atıb istifadə edirəm əslində. Bir də belə bir Temudan saat almışam. Onu əslində bir dəfə istifadə elədim. Sadəcə olaraq düzəltdim və arxasını açdım deyəm. Belə bir şeydir. Çox bəyəndim əslində. Çox xoşuma gəldi. Belə. Belə bir məhsuldur. Ümid edirəm ki, buradan görsənir. Daha sonra Temudan belə bir qolbaq almışam. Düzdür, mən bunu çox istifadə elədim. İndi açıram yanınızda. Deməli, belə bir maqnitli bir qolbaqdır. Rəngini çox bəyəndim. Saatlarınızla kombin edə bilərsiniz ya da hər hansı bir qolbağın yanına taxa bilərsiniz.